İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn. Əmmə ba'du. Deməli qardaşlar, biz 97-ci beyti götürdük. Sadəcə bu beytdə bir e, şey təkrar eləyək, baxaq. Dedik ki, əlləzinin siləsi cümlədir ya da şibhi cümlədir. Cümlədir ya da şibhi cümlədir. Və bunu yadda saxlayaq. Çünki 98-ci beytdə İbn Məlik rahmehullah gətirir ki: "Və sifətun sarihatun silatu el və kavnuha bi mu'rabil əfhali qal." Qal yəni qallə. Deyir ki, bu əlin silası ki var. Yəni dedik axı əlifləm əlləzi mənasında ola bilir və onun silası nə idi? Yəni onu açıqlayan cümlə. Deməli, əlin silası sıfatın olur. Sifət olur. Sifət nədir burada? Vasf. Vasf bizim o dediyimiz, yəni sırf nə'atdan söhbət getmir. Vasflar nə idi? Muştaqlar. Muştaqlar, yəni ismi fail, ismi məf'ul, ismi tafdil, sifət-ül müşəbbəhə və s. Bunlar nədir? Muştaqlardır. Amma biz silə mövzusunda o bütün müştaqlardan danışmırıq. Əsasən danışılacaq ismi fail və ismi məf'uldan, bir də düzdür, ixtilafdır, bir də sifəti müşəbbəhədir. Sifəti müşəbbəhə. Yəni bunlara qoşulan əlləzi mənasındadır və bunların özü də silədir. Silədir. Amma əlləzidə və mədə, məndə, yəni digər götürdüyümüz ismi mövzularda isə onların siləsi, necə ki dərsin başlanğıcında 97-ci beyti göstərdik, ya cümlə olur, ya şibhi cümlə olur. Amma bunda isə vasf olur sarihatun. Sarihatun nədir? Xalis, yəni muştaq olsun. Yəni o muştaqa bənzər və sifətə bənzər məstərlər olmasın. Yəni təvil yolu ilə o vəsfə, sifətə bənzər kəlmələr olmasın. Həmçinin olmasın ismi tafdil, həmçinin olmasın nəsəb bildirən. Nəsəb bildirən necə olurdu? Kəlmənin sonuna ya şəddə qoyulurdu. İndi burada gətirəcək misal üçün Əl-Quraşi kimi. Yəni bunlardan olmasın. Yəni xalis nədir? Vasf olsun, o da yəni muştaq olsun. Və kovnuhə nədir? Yaxşı, burada silətül əl-mübtədadır və sıfatun sarihə xəbərdir. Sonra yeni bir beytin hissəsi, yəni bu bir yeni cümlədir. Bu mübtəda və qallə onun xəbəridir. Və kovnuhə, yəni hə qayıdır ələ. Əlin deyir siləsinin düzəlməsi ola bilər ki, deyir, muğrab feillərdən də olsun. Muğrab feil deyəndə nəyi nəzərdə tutur? Mudarini. Çünki madi və əmr feili məbni olur. Mudaridən də ola bilər. Yəni onun siləsi. Yəni demək istəyir ki, əlifləm, əlləzi əlifləmi. Mudari feilə yəni qoşula bilir qallə. Nadir hallarda. Nadir hallarda. İndi yəni misal gətirəcək. Sonra gətirir İbn Aqil rahmehullah izah edir ki, əlif və ləm la tusalu illa bi sifəti sarihə. Əlifləm nədir? Ona silə olmur. Ona yalnız nə silə olur? Sifəti sarihə olur. Qalə musannif rahmehullah fi ba'di kutubihi, bəzi kitablarında nə deyir musannif? Və a'ni bi sifəti sarihə ismi fail. Bu a'nini yəni İbn Məlik deyib. Deyib ki, qəsd edirəm sifəti sarihə deməklə ismi faili. Nəh əd-darib, yəni əlləzi darib. Bir də və ismi məfhulu. Nəhvə məzrub. Əl-məzrub, yəni vurulmuş, hansı ki vurulmuş. Bir də nəyi? Və sifətəl müşəbbəhə. Yəni, mən sifət-i sarih dedikdə bunları nəzərdə tuturam. Nəhvə əl-həsənu əl-vəchu.
Elə bil ki, deyirsən ki, cəə əl-həsənül vəchu. Yəni üzü, sifəti yaxşı olan gəldi, gözəl olan gəldi. Fəxarəcə nəhvu əl-quraşı vəl-əftar. Yəni sarih deməklə biz Quraşiyi, bir də Əfdali nədir, istisna edirik. Yəni kənara qoyuruq. Quraşi də niyə? Aşağıda da necə qeyd edilib, baxarsa aşağıda ki, ənəhu leysə vasfən və innəmə huva muavvalun bil vasf. O açıq aydın vasf deyil, sadəcə sifətə təvil olunmuş bir kəlmədir. Çünki vasfda necə, nə cür, hansı yəni, suallarına cavab versin də. Misal üçün deyirsən ki, əl-məscidu ən-nəbəviyyu. Orada yə şəddə ilə sən isimlə bir vasf düzəldə bilirsən. Deməli, ismi taftildə də yəni ehtiyac qalmır. Və fi kavni əlif və ləm əd-daxiləteyni alə sifətil müşəbbəhədir mövsulətən xilafın. Deyir ki, sifətil müşəbbəhə gəldikdə isə, yəni ona qoşulan bu əlif ləmin mövsul məsələsi ixtilafdır. Mövsul olması da ixtilaf vardır. وقد اضطرب اختيار Şeyx Əbülhəsən İbn Asfur fi hədihil məsələ. Bu məsələdə Əbülhəsənin şeyxi deməli seçim etməkdə nədir? Fərqli görüşdə olub. Yəni konkret olaraq hansısa bir rəydə olmayıb. Bəzən belədir, bəzən başqa cür. Və mərratan qal, bir dəfə deyib ki, innəhə mövsulə, o mövsul ola bilər. Və mərratan mənə zəlik. Yəni, bu sifət-i müşəbbəhə qoşulan əlifləmin, yəni mövsul olmasında iki rəydə, bəzən bu rəydə olub ki, mövsuldur, bəzən deyib ki, yox. Yəni, bu əlifləm mərif əlifləmidir. Mənə zəlikə, yəni mane olub buna, yəni o görüşdə olmayıb. Və qəd şəzzə vasrul əlif və ləm bil fe'li mudari. Belə ki, deyir, əlifləmin mudari fe'lə qoşulması yəni şazdır, şaz gəlib. Şaz dedi ki, yəni zəifi növlərindən biridir. Və ileyhi əşara bi qavlihi, yəni vasl, yəni sıla kimi, əlifləmin sılası kimi bir mudari fe'ldən onun sılası olması şazdır və ona işarə edib hansı sözünə və qavluha bi mu'rabil əf'ali qallə sözü ilə. Və burada şeir gətirir dəlil olaraq. Mə əntə bil həkəmi turda hukumətuhu və ləl asili və lə zirra'i vəl cədəli. Deyir ki, mə əntə, yəni leysə əntə, yəni lestə, bil həkəmi. Sən hökmündən razı olunası bir nədir, hakim deyilsən. Burada ət-turda, əslində ət-turda yox, əl-turda olmalıdır. Necə ki, İbn Hüseymin Rəhməllah deyir ki, burada şəmsiyyə məsələsinə riayət olunmamalıdır. Çünki burada əl artıq əlləzi mənasındadır. Burada çapda da şəddə yazıb. Əl turda olmalıdır. Çünki əlləzi turda, burada turda nədir? Mudari fe'lidir, məchuldadır. Yəni, razı olunası, hökmündən razı olunası nədir? Hakim deyilsən. Vələl asili, nə də ki, əsl nəcabətli, vələ zirrai, nə də ki, ray sahibi, vələl cədəl, nə də ki, bir münaqişə ediləsi bir hakim deyilsən. Hər bir halda burada ət-turda məsələnin dəlil hissəsidir. Bu da deyirlər ki, şazdır. Və hədə ində cumhur basiriyyin məxsusun bir şeir. Və bu məsələ, yəni əlifləmin mudari fe'lə qoşulması, əlləzi mənası və yaxud da ki, əlləzi olan əlifləmin sıləsinin mudari fe'ldə gəlməsi, bu da deyir ki, şeirə xasdır bəsrəlilərin cumhuruna görə. Yəni, əlifləmin siləsi nə olmalıdır? Dedi ki, müştaq olmalıdır. Amma fe'l olması, bu da şeirə xasdır bu bəsrəlilərin cumhuruna görə. Və zəmə müsənnif fi qeyri hədəl kitab, digər kitabında İbn Məlik iddia eləyib, zəmə, yəni o deməkdir ki, digər alimlərə görə bu rəy zəif rəydir.
və iddia edib ki, ənəhu la yaxtassu bihi, yəni mudariyə qoşulmaq şeirə xas deyil. Bəl yəcuzu fil ixtiyar, yəni dedi ki, zərurətdə icazəlidir. Və qad cəə vasluha bil cümlətil ismiyyə, və bəzən də onu o ələ ismi cümlə onun sılası ola bilir. Və biz zarf şuzuzan, bəzən də zarf nədir? Onun o əlifləmin, əlləzi olan əlifləmin sıləsi zərf ola bilir. Bunda İbn Aqil deyir ki, yəni bu da şaz olaraq. Yəni hər bir halda deyir ki, hansı bir şeirdə gəlib. Misal üçün, minəl qovmi ər-rasulullahi minhum ləhum dənət riqabu bəni məəddi. Minəl qovmi, burada yəni alimlər deyir ki, huva düşüb. Yəni huva o qövmləndir. Hansı qövmlən? Ər-rasul, əlləzi, yəni hansı ki, Rasulullah s.ə.v o qövmləndir. Ləhum dənət, dənət boyun əyib. Və o qövmə məəddi oğullarının boyun əyib. Yəni, boyun əyərək itaət eləyib. Hər bir halda burada əlifləm, əlləzi olan əlifləmdən sonra nə gəlib? İsmi cümlə gəlib. Yəni, Rasulullah minhum cümləsi, ismi cümlə gəlib. Amma əslində dedik ki, yəni, muştaq gəlməlidir. Yəni, açıq aydın vasf gəlməlidir. Və bu da şaz olaraq gətirdiyi əlifləmin sılasının ismi cümlə olmasına dəlil. Sonra gətirir, ikinci məsələyə dəlil gətirir ki, yəni əlifləm, mövsulə olan əlifləmin sıləsi zərfdən olsun, zərfə qoşulsun. Ona da bir şaz olaraq beyt gətirir. Mən lə yəzəlu şəkirən alə əl-mə'əh fəhuvə harrim bi'işətin zəti sə'əh. Burada əl-mə'əh bizə dəlil olan hissəsi əlləzi mə'əh. Mə'ə zərfdir də bildiyimiz kimi. Mə'əh. O mə'əyə qoşulub. Mənası da kim ki şükür etməkdə davam eləyir aləl-mə'əh, yəni özündə olana fəhuvə harrim. O, yəni mühaqqı müstahiqdir, layiqdir bi'işətin yaşamağa. Necə yaşamağa? Zəti sə'əh. Lüks həyata, rahat həyata, yəni daim nədir, rahatlığı olan həyata, genişlənən həyata layiqdir. Onu da ayədən götürüblər ki, lə in şəkartum lə əzidənləkum. Ki, şükür etsəniz, nədir, sizə artırarıq. Yaxşı, deməli, bunları götürdü. İndi isə, qardaşlar, 99-cu beytdə ismi mövsullardan sayılan əyyun ismidir. Bu əyyun bildiyimiz kimi əksərən ya istifham kimi istifadə olunur, ya şərt kimi. Amma nadir hallarda nədir? İsmi mövsul kimi istifadə olunur və ismi mövsul kimi istifadə olunması özü ixtilaflıdır. Deyirlər ki, bu elə ya sual ədatı kimi, ya da ki, şərt ədatı kimi istifadə olunur. Hər bir halda indi bu mövsul olanda bunun vəziyyəti necə olur? Buna baxaq. Əyyun kəmə. Mə burada mötərizə yazaq. Daha gözə çarpan olar. Əyyun kəmə və uğribət mələm tudaf və sadru vaslihə damirun inhatab. Bu vav hal vavıdır. Hal vavıdır. Deməli, əyyun mə kimidir. Mə kimidir. Nə cəhətdən? Yəni, müənnəs, mütəkkər, mufradda, müsənnədə hamısında eyni ləfsdən, yəni burada dəyişiklik baş vermir. Mə kimidir. Məyə oxşarlığı bax burada bitir, qardaşlar. İndi əyyunun özünün başqa xasiyyətindən danışılır. Yəni, mə kim olduğu burada bitir. Və uğribət, muğrab olacaq. Yəni, məbni olmayacaq. Məbni olmayacaq ta ki, izafə olmayıb. Və bu birinci şərt. Yəni, müddəti adəmi izafətihə. Ta ki, bu birinci şərt. Ki, izafə olmayıb. Və burada vav halıdır, ona görə dedim ki, və onun sılası ki var, ha.
Sılası. Onun sılasının öndəki damiri düşmədikcə. Öndəki damiri düşmədikcə. Misal üçün sən deyirsən ki, əyyu. Hə? Əyyu deyirsən. Sonra birdən izafə edirsən. Əyyuhum. Ha, artıq izafə etdin. İzafə etdinsə, burada məbniyə bir siqnal var. Siqnal var. Niyə demirəm artıq məbnidir? Çünki başqa bir nüans ortaya çıxır. Məbniyə siqnal var. Əyyuhum, hə? Huva qayımun. Bax, huva qayımun əyyuhumun sılasıdır. Amma huvanı düşürsən, əyyuhum qayımun artıq məbnidir. Niyə? İki dənə şərt yerinə oturdu. Həm huvanı düşürtdün, sadr-ı silah. Sadr-ı silahını düşürtdün, həm də ki, izafə etdin. İndi baxaq şərhə. Yəni, ənnə əyyən, yəni bu əyyun, mislu mə, fi ənəhə təkunu, تكون بلفظ واحد للمذكر والمؤنث مفردا كان أو مثنى أو مجموعا. Deyir, əyyun məni mislində olması o ləfz cəhətdəndir, yəni vahidin. Eyni ləfzdə olur, yəni ləfz dəyişmir, bir sifətdə qalır. İstər müzəkkər olsun, istər müənnəs üçün və yaxud da ki, mufrada, müsənnəyə, məcmuə, cəm üçün istifadə olunsa da belə, daim əyyun kimi qalır. Misal üçün, yu'cibuni əyyuhum huva qaimun. Yəni, əlləzi huva qaimun da belədir. Onlardan deyir, ayaq üstə duranlar xoşuma gəldi. Aydındır. Hansı ki, onlardan ayaq üstə durublar, nədir? Xoşuma gəldi. Bunu burada bitir. İndi İrab məsələsi gəlir. Thumma inna əyyən ləhə ərbaatun əhval. Bu əyyunun 4 dənə vəziyyəti var. Yəni, muğrab məbni cəhətdən. İbn-i Seymur Rahmanullah deyir ki, ümumiyyətlə, İbn Məlik digər beytindəki gətirəcək ki, mütləq şəkildə bunu irab eləyən də var. İndi bu, deməli, 3 vəziyyətə görə muğrabdır, bir vəziyyətə görə məbnidir. Bəziləri ümumiyyətlə deyirlər ki, yəni 4 vəziyyətin 4-ündə də bu arba əhvalin hamısında muğrab. Əgər varsa, İbn-i Seymur Rahmanullah deyir ki, ən asandan götürdük, hamısında irab kimi edirik. Amma bilməyimiz də yaxşıdır ki, yəni Quranın irabına baxanda, biraz o qəliz irablar var. Onlara baxanda oradakı o nəhv alimlərin və yaxud da irab eləyən yəni şeyxlərin cümləsini başa düşmək üçün, yəni bunları bilməyimiz yaxşıdır. Deməli, birinci vəziyyət nədir? Ən tudaf. Deməli, əyyunu izafə edirik. İzafə olunmasıdır. Və yudkara sadru silətihə. Sılasının sadrı, önü zikr olunur. Misal üçün, yu'cibunu əyyuhum. Deməli, əyyunu hum etdik. İzafə etdik. Huva qaimun onun siləsidir. Silə mövsulədir də. Və sadrı zikr olunub. Sadrı bax huvadır. Huvanı dairəyə alıram. Gətirirəm sadr silə. Zikr olunub. Burada deməli muğrabdır. Necə muğrabdır? Yəni əyyəhum, əyyihim. Yəni bu cür olacaq. Əs-sani, indi misalda gətirəcək dəyişməsi. İkinci, əllə tudaf. İzafə olunmur. Baxaq görək. Yu'cibunu əyyun. Bəli, izafə olunmur. İzafə olunmur. Və lə yuzkara sadru nə? Silətihə. İzafə olunmur. Həm də sılanın sadrı da yoxdur. Yəni, əyyun huva qaimun da yoxdur. Burada da muğrabdır. Əyyən, əyyin kimi olacaq. Əs-səlis, üçüncü vəziyyət odur ki, ən lə tudaf izafə olunmuyub. İzafə olunmuyub. Və yuzkara sadru silətihə. Baxırıq, əyyun, bəli, izafə olunmuyub. Və sılanın sadrı zikr olunub. Baxaq, huva qayıbın, bəli, huva zikr olunub. Və fi hədihil əhval thələthə təkunu muğrabətən bil hərəkət əs-thələthi. Bu üç vəziyyətdə
onu muğrab olacaq hərəkələrlə. Hərəkələrlə muğrab olunacaq. Bu əhval sələsəti gətirir. Burada bir hərəkət-i sələti. Burada da sələsi olsa daha yaxşı olar. Hərəkət-i sələsi. Deməli, hər üç vəziyyətdə, yəni hərəkə ilə irab olunacaq. Yu'cibuni eyyuhum huve qaimun. Baxın. Və rəaytu eyyəhum huve qaimun. Görürsünüz eyyəhum. Və mərartu bi eyyihim huve qaimun. Və kəzəlikə eyni ilə eyyun qaimun və eyyen qaimun və eyyin qaimun. Güya ki, rəaytu, mərartu var da önündə. Və kəzə eyyun huve qaimun və eyyen huve qaimun və eyyin huve qaimun kimi. İndi dördüncü vəziyyət, rabi'ən tudaf, izafə olunur. Baxın, bu hansına oxşuyur? Bu oxşuyur birinciyə. İzafə olunub, o birinci ki var da, muğrab olunana. Amma indi biz məbnidən danışırıq. Görə bu, niyə o birinci ilə üst-üstə düşür? Birincidə muğrabdır, bunda isə mudafdır. Hə? Deməli, izafə olunur. Baxaq, əyyuhum, bəli, olub, izafə olunur. Və yuhzəfə sadru silə. Amma sılanın sadrı huva düşüb. Baxaq, o irab olunanda, burada yuzkaru sadru silə. Burada sıla zikr olunub deyənə muğrabdır. Burada isə həsb olunub deyənə nədir? Məbnidir. Və şeirdə də ona işarə edirdi. Və fəfi hədihil hələt tubnə alə dam. Belə vəziyyətdə damma üzərində məbni olacaq. Fəttəqul, misal üçün, sən deyəcəksən ki, yucibunu əyyuhum qaimun və rəaytu əyyuhum qaimun. Burada əyyuhum fi məhəlli nasb olacaq. Və mərartu bi əyyuhum qaimun. Burada da fi məhəlli cər. Və aleyhi qovluhu teala və Allah Subhanahu bu sözdə ona dəlildir. Thumma lenenzi'anna min kulli şi'atin əyyuhum əşəddu alə'r-Rahmani atiyyə. Və sonra deyir, hər firqədən Rahmana ən çox asi olanı çıxardacaq. Yəni əyyuhum, yəni əlləzi, hansı ki onlar ən çox asidirlər. Çıxardacaq. Burada əyyuhum hansı haldadır? Hə, baxaq. Nənzi'annə. Nənzi'annə onun amilidir. Yəni əyyuhum fi məhəlli nasbdır. Aydındır? Məbni aləd-damm. Fi məhəlli nasbdır. Yəni nasba düşüb bu inzaa feilinə görə. Və qovluhu şair, şairin bu sözündə İzə mə laqitə bəni məlikin fəsəllim alə əyyuhum əfdalu. Burada da baxın, alə əyyuhum, yəni fi məhəlli cər. Əgər bəni məlikin onlardan biri ilə üzə gəlsən, onlardan ən əfsəl olana salam ver. Salam aleykum deyil. Və hədə və bu mustafədu min qovlihi və bu məsələ hardan başa düşülür? Nə məsələsi? Yəni məbni olma məsələsi. Uğribat mə ləm tudaf beytindən ilə axiril beyt. Beytin sonuna qədər. Ey və uğribat əyyun əksi odur ki, muğrab olacaq. İzə ləm tudaf, əgər izafə olmasa, yəni şeirin sanki əksini deyirik də, izafə olmasa, fi haləti hasbı sadrı silə. Sılanın sadrı düşəndə fə daxilə fi hədihil əhval thələthətü səbiqə. Bu da əvvəl dediyimiz 3 dənə vəziyyətdə olacaq, yəni ora daxildir. Və hiyə mə idə udifət və zükərə sadrı silə. Deməli, nədir? İzafə olunur, amma sılanın sadrı zikr olunacaq. Və yaxud da ləm tudaf, izafə olunmur və ləm yudkar sadru silə. Sılanın sadrı da zikr olunmur. Üçüncü, əv ləm tudaf, izafə olunmur və zükra sadru silə. Sılanın sadrı zikr olunur. Və xaracı hələtü rabiə, dördüncü halda olur ki, və hiyə mə idə udifət, izafə olunur, hansı ki, və hud və sadru silə, sılanın sadrı düşür. Fəinnə hələtü orabı hinəyizm. Bu zaman da yəni bu belə bir vəziyyətdə irab olunmur, yəni məbni olur. Yaxşı, burada indi bu sxemdə əhvalu eyyin hallar vəziyyəti ən tudafə və yuzkaru sadru silə
ən la tudaf və la yuzkaru sadr silə, ən la tudafu və yuzkaru sadr silə. Bu üçündə muğrabatın bir hərəkəti sələt. Aydındır. Sonra dördüncü vəziyyət ən tudaf və yuhtafu sadr silə. Məbniyyətun alə damm. Subhanək Allahum bihamdik. Əşhədu ən la ilahe illə ənt. Estağfiruka və etûbü ileyk.